Deməli, biz bu gün danışacağıq maqnit sahəsindən, maqnit induksiyasından. Ümumiyyətlə, biz bilirik ki, bir sıra qarşılıqlı təsirlər var. Yəni, bunlardan cazibə xarakterli qarşılıqlı təsir, qravitasiya qarşılıqlı təsirini keçmişik. Daha sonra elektrik sahəsini keçmişik, elektrik qarşılıqlı təsiri. İndi isə maqnit sahəsindən danışacağıq, maqnit qarşılıqlı təsirindən. Ümumiyyətlə, bilirik ki, qravitasiya sahəsinin mənbəyi kütlədir. Elektrik sahəsinin mənbəyi isə sükunətdə olan yüklərdir. Maqnit sahəsinin isə xüsusi bir mənbəyi yoxdur. Onun mənbəyi yenə də yüklərdir, amma yüklər hərəkətdə olan zaman yaranan sahə maqnit sahəsidir. Deməli, cəryan axan naqilə başqa bir cəryanlı naqil yaxınlaşdırdıqda da onlar arasında qarşılıqlı təsir yaranır. Cəryanlı naqillər arasında yaranan bu qarşılıqlı təsir məhz maqnit qarşılıqlı təsir hesab olunur. Ümumiyyətlə, cəryanlı naqillərin bir-birinə göstərdiyi təsir maqnit qüvvələri, yəni maqnit təsiri hesab olunur. Bir də danışaq da, bir şey düşünmək lazımdır ki, maqnit sahəsinin də öz xarakteristikası var. Yəni, məsələn, bilirik ki, qravitasiya sahəsinin xarakteristikası onun intensivliyidir. Kiçik J hərfi ilə işarə olunurdu, yer kürəsinin qiyməti 10-dur. Maqnit sahəsinə, elektrik sahəsinə daha doğrusu gəldikdə, onun da xarakteristikası Y idi. Yəni, qüvvə xarakteristikası Y intensivliyi idi. Maqnit sahəsində öz xarakteristikası var. Bu da maqnit induksiyası hesab olunur. İndi bundan əvvəl biz onu deməliyik ki, maqnit qarşılıqlı təsir zamanı maqnit sahəsi bu qarşılıqlı təsir vasitəsilə ötürülür. Yəni, birinci naqilin ətrafında yaranan maqnit sahəsi ikinci naqilə, ikinci naqilin ətrafında yaranan maqnit sahəsi isə birinci naqilə təsir edir. Naqildə axan cəryanların istiqamətinə görə onlara təsir edən qüvvələri də göstərə bilərik. Yəni, burada belə baş verir. Əgər naqillər eyni istiqamətdə axarsa, naqillərdən daha doğrusu eyni istiqamətlərdə cəryan axarsa, məsələn, tutalım ki, bu mənim olsun I1 cəryanım, bu da olsun I2 cəryanım. Fikir verirsinizsə, bu cəryanlar neyinir? Eyni istiqamətdə axır. Onda burada qarşılıqlı təsir olaraq bunlar bir-birini cəzb edəcəklər. Yəni, bu istiqamətdə bir-birlərini cəzb edəcəklər. Yəni, buna biz F1 deyəcəyik. Buna da F2 deyəcəyik. Görürük ki, bunlar bir-birini cəzb edir. Amma cəryan axan naqildə cəryanlar əksi istiqamətdə yönələrsə, yəni burada fikir veririk ki, I1 cəryanı yuxarı istiqamətdə getdiyi halda I2 cəryanı aşağı istiqamətdə yönəlmişdir. Onda burada naqillər bir-birini itələyəcəklər. Bax, bu istiqamətdə qüvvələr yaranacaq. Və bunda yenə F1 və F2 qüvvələri hesab olunur. Yəni, eyni istiqamətdə axanda bir-birini cəzb edir, əks istiqamətdə axanda isə bir-birini itələyir. Ümumiyyətlə, maqnit sahəsinin mənbəyi qeyd etdiyimiz kimi hərəkət edən elektrik yüklərdir. Yəni, başqa bir mənbəyi yoxdur. Hərəkət edən elektrik yüklərdir. Və bu elektrik yükləri və cəryanlı naqildir təbii ki. Cəryanlı naqil olmalı ki, biz orada maqnit sahəsindən danışa bilək. Maqnit sahəsi materiyanın xüsusi formasıdır. Bu da yadımızda saxlayaq. Maqnit sahəsi həmin sahədə yerləşən elektrik cəryanına müəyyən qüvvə ilə təsir edir. Yəni, qravitasiya sahəsi də təsir edir, elektrik sahəsi də bilir ki, müəyyən qüvvə ilə təsir edir, maqnit sahəsi də müəyyən qüvvə ilə təsir edir, hərəkət edən yükə təsir edir. Aha. Maqnit sahəsi harda mövcuddur? Sabit maqnitin ətrafında mövcuddur. İndi biz dediyimiz kimi maqnit sahəsinin də öz qüvvə xarakteristikası var. Baxın, necə ki, qravitasiya sahəsində J var idi, elektrik sahəsində Y intensivlik var idisə, maqnit sahəsində öz xarakteristikası var. Buna da maqnit induksiya vektoru deyilir. Maqnit induksiya vektoru da B hərfi ilə işarə olunur. Yəni, böyük B hərfi ilə işarə olunur və induksiya vektorunun qiyməti də bərabər olur amper qüvvəsi ilə cəryan şiddətinin uzunluğa olan hasilinin nisbətinə. Yəni, burada bu amper qüvvəsidir. Baxın, bu maqnit induksiyasının ifadəsidir. Yenə qeyd etdiyimiz kimi, bu nədir? Maqnit sahəsinin qüvvə xarakteristikasıdır. Maqnit sahəsindən cəryanlı naqilə təsir edən qüvvənin, yəni amper qüvvəsinin, birazdan daha ətraflı danışacağıq, cəryan şiddəti ilə aktiv hissənin uzunluğu hasilinə nisbətidir. Bu şəkildə yadımızda saxlayırıq.
Aha, burada da hər birinin hansı cəmiyyəti ifadə etdiyini qeyd etdik. İndi biz burada maqnit induksiya vektorunun əlbəttə ki, vahidini çıxarda bilərik. Biz həmişə demişik ki, vahidi nə edirik? Vahidi hər zaman düsturdan çıxardırıq. Mən burada gördüm ki, induksiya vektoru qüvvə ilə cəryan şiddəti və aktiv hissənin uzunluğu hasilinin nisbətidir. Onda burada bərabərdir. Belə yazacağam ki, qüvvənin vahidi 1 newtondur təbii ki. Ona görə surətdə newton yazıram, bölək. Cəryan şiddətinin yerinə amper, uzunluq da metrdir də, yerinə metr yazıram. Deməli, onda maqnit induksiya vektorunun vahidi 1 newton bölək amper vuraq metrdir. Bu da öz növbəsində 1 Tesla deməkdir. Bundan sonra artıq buna biz 1 Tesla deyəcəyik. Deməli, onda maqnit induksiya vektorunun vahidi nə oldu? 1 Tesla oldu. Amma yenə də açılışı nə olacaq? 1 newton bölək amper vuraq metr. Onda 1 Tesla nədir? Elə induksiyadır ki, 1 amper şiddətində cəryan keçən naqilin 1 metr uzunluğunda maqnit sahəsinin təsir edən qüvvə 1 newton olsun. Yəni, burada 1 newton olanda artıq burada 1 Teslanın ifadəsini almış oluruq. Vəssalam, bu induksiya vektoru nə olur? Bizim üçün necə ki, elektrik sahəsində Y var idi, qravitasiya sahəsində J var idisə, maqnit sahəsində B deyəcəyik bundan sonra. İnduksiya vektorudur. İndi bu induksiya vektorunun tapılma qaydası var. Yəni, onu sağ yivli burğu qaydası ilə ya da sağ əl qaydası ilə təyin edə bilərik. İndi biz burada onu necə təyin edəcəyik, ona baxacağıq. Deməli, biz burada əvvəlcə istiqamətləri öyrənsək, qeyd etdiyimiz kimi, məsələn, yuxarı deyiləndə bu şəkildə göstərə bilirik. Aşağı deyiləndə bu şəkildə. Sol bu şəkildə, sağ da bu şəkildə. Əlbəttə ki, bunları göstərmək mümkündür. Amma ola bilər ki, bizim cəryanımız bu şəkildə kameradan dəftərin üzərinə axır. Bunu göstərə bilmirik bu cür müstəvidə. Bunun üçün biz şəkil müstəvisindən bizə doğru ya da bizdən şəkil müstəvisinə doğru sözlərindən istifadə edəcəyik. Burada əgər cəryan kameradan müstəviyə doğru axırsa, sanki bizdən müstəviyə doğru axmış olur. Yəni qələmin bu tərəfindən doğru axdığını düşünsək, sanki bu şəkildə axmış olur. Bunu bu cür müstəvidə göstərmək üçün X sözündən, yəni daha doğrusu şəklindən istifadə edəcəyik. Bu bizdən şəkil müstəvisinə doğru axan cəryanı göstərir və yaxud da induksiyanı və yaxud da amper qüvvəsini. Bəs birdən cəryan şəkildən bizə doğru axmış olsa, yəni bu istiqamətdə yuxarı doğru axmış olsa, onda şəkil müstəvisindən bizə doğru axmış olur və onu da nöqtə ilə işarə etmiş oluruq. Yəni bu yuxarı, aşağı, sağ, sol onsuz da bunları bilirik, amma əgər cəryan bizdən şəkil müstəvisinə doğru, yəni yuxarıdan baxın kameradan aşağı doğru axırsa, onu ulduzla işarə edəcəyik. Yox, əgər şəkil müstəvisindən bizə doğru axırsa, onu nöqtə ilə işarə edəcəyik. İndi gəlin biz induksiya vektorunun istiqamətini təyin edək. İnduksiya vektorunun istiqamətini təyin etmək üçün sağ əl qaydasından istifadə edəcəyik. Yəni bu o deməkdir ki, bizə nə lazımdır? Bizə sağ əlimiz lazımdır. İndi biz burada nə bilməliyik? Biz onu bilməliyik ki, burada sağ əl qaydasına görə baş barmaq cəryanın istiqamətini göstərəcək. Yəni I cəryan şiddətinin istiqamətini baş barmağımız təyin edəcək. Və burada açılmış 4 barmaq var. 4 barmaq isə, yəni daha doğrusu 4 barmağın bükülmə istiqaməti isə, bükülmüş 4 barmaq isə bizim üçün induksiya vektorunun istiqamətini təyin etmiş olacaq. Bükülmüş 4 barmaq olur. Yəni burada da barmağın bükülmə istiqaməti bizim üçün induksiya vektorunun istiqamətini göstərəcək. İndi məsələn, o dairəvi cəryanlar haqqında danışsaq, məsələn, tutalım ki, mənim cəryanım bu şəkildə nöqtə şəklində göstərilib. Yanına da yazılıb I. Yəni, bu cəryanın istiqamətidir. Bu nə deməkdir, uşaqlar? Bu o deməkdir ki, cəryan şəkildən bizə doğru axır. Axı, nöqtə o deməkdir, şəkildən bizə doğru. Onda baş barmağımı elə tutmalıyam ki, şəkildən bizə doğru olsun. Yəni, baxın, barmağın başladığı yeri şəkil müstəvisinə qoyuram. Bizə doğru olduğuna görə də barmağın bitdiyi yer bizə tərəf baxır. Yəni, şəkildən bizə doğru bu şəkildə olur. Onda 4 barmaq gördüyümüz kimi bu istiqamətdə bükülür. Fikir verin, saat əqrəbinin əksi istiqamətdə. Ona görə də burada induksiya vektorunun xətlərin saat əqrəbinin
əksi istiqamətdə göstərmiş oluruq. Və yaxud da ulduzlu sahə olduqda biz bilirdik ki, əgər cəryan şiddətimiz ulduzludursa, biz bilirik ki, bizdən şəkil müstəvisinə axmış olur. Onda baş barmağımızı elə tutmalıyıq ki, barmağın başladığı yer bizdən şəkil müstəvisinə doğru getsin. Yəni sanki cəryanın getmə istiqamətini göstərib, onda bükülmüş 4 barmaq gördüyünüz kimi saat əqrəb istiqamətində bükülür. Ona görə də induksiya vektorunun istiqamətləri bu şəkildə saat əqrəb istiqamətində yönəlmiş olur. Bundan əlavə fərz edirəm ki, cəryanım yuxarı istiqamətdə axır. Bu mənim i cəryanımdır. Diqqətlə baxın uşaqlar. İndi mən baş barmağımı cəryan istiqamətində tutmalıyam axı. Onda mən baş barmağımı elə tuturam ki, cəryanın yuxarı axmaq istiqamətində olsun. Bu mənim baş barmağımdır. Bu şəkildə tuturam. Fikir verin. Burada cəryan necə axır? Aşağıdan yuxarı. Baş barmağımı necə qoymuşam? Başladığı yerə aşağı, bitdiyi yeri yuxarı. Yəni sanki cəryanın axma istiqamətində qoymuşam. İndi görün nə baş verdi? Baxın, cəryanın üzərinə baş barmağımı qoyanda 4 barmağım hansı tərəfdə qaldı? Bu tərəfdə. Bükməyə çalış. Necə olur? 4 barmaq necə yönəlir? Bizdən, kameradan şəkil müstəvisinə. Baxın, bizdən şəkil müstəvisinə. Ona görə də bu hissə olur ulduzlu sahə. Əgər mən bu dəftərin altından əlimi keçirdə bilsəydim, onda baxın, bu cəryan buradadır. Dəftərin altından əlimi keçirtsəm, onda cəryanın digər tərəfi necə alınır? Baş barmaqla 4 barmağım şəkildən bizə doğru. Fikir verin, şəkildən bizə doğru. Yəni nöqtəli sahə olmuş olur. Deməli, onda cəryanın sağ tərəfi bizim üçün ulduzlu sahə, sol tərəfi nöqtəli sahə oldu. Yenə deyirəm, bu tip məsələlərdə baş barmağınızı cəryanın istiqamətinə götürürsünüz. 4 barmağınız cəryanın hansı tərəfinə qalırsa, ora bizim üçün ulduzlu tərəfdir. Çünki bükün necə olur? Bizdən şəkilə yönəlir də 4 barmağım. Ona görə də bura ulduzlu sahə olmuş olur. Amma barmağımı sanki bu naqil kimi düşün, bunu əlində tutmusan sanki. Barmağımızı bunun altından keçirdə bilsəydim əgər, yəni bunu belə düşünsək, bu tərəfi bildik. Bunun altından keçirsəm əgər, bu oxun digər tərəfindən şəkildən bizə doğru alınmış olur ki, o da nöqtəli sahəni ifadə edir. Başqa bir məsələyə baxsaq, məsələn, tutalım ki, cəryan bu istiqamətdə verilib, i cəryan. İndi yenə də 4 baş barmağımı necə tutmalıyam? Baş barmağımızı cəryan istiqamətində tuturuq. Yenə də 4 barmağım hansı tərəfdə qalır? Aşağı tərəfdə. Yəni onda bura aşağı tərəf bizim üçün ulduzlu sahəni ifadə edir. Amma əlimi bunun digər tərəfindən keçirdə bilsəydim, baxın, keçirdəndə 4 barmağım şəkildən bizə doğru olur. Yəni nöqtəli sahə olur. Ümumiyyətlə yanınızda saxlayın. Cəryanın bir tərəfini tapdınızsa, digər tərəfi onsuz da onun əksi tərəf olmuş olur. Bax, bu şəkildə biz induksiyanın istiqamətlərini təyin edə bilərik. Yəni, burada bunlar B induksiyalardır. Həmçinin bu oxlardakılar B induksiyaları ifadə edir. Bir də burada əsas belə bir şey ola bilər ki, məsələn, tutalım ki, dairəvi bir sahə verilib bizə, düzdürmü? Dairəvi bir sahə və deyir ki, cəryan bu istiqamətdə axır. Fikir verin, cəryanın axma istiqamətin saat əqrəbi istiqamətində göstərir fərz edək ki. Onda siz istənilən yerdən baxaraq yerində induksiya tapa bilərsiniz. Məsələn, tutalım ki, mən buradan baxmaq istəyirəm. Burada cəryan necə yönəlib? Aşağı. Yəni bu şəkildə aşağı yönəlib də. Onda biz yenə baş barmağımızı aşağı tuturuq. Fikir verin, baş barmağımı belə aşağı tutdum. İçəri əlim toxunur. Dairənin içinə əlim toxunur. Onda bunun içərisi nöqtəli sahə olur. Amma əlimi keçirsəm, çölü ulduzlu sahə olur. Ya da İstəsəz məsələn buradan da baxa bilərsiniz. Burada cəryanın istiqaməti belədir. Yenə də əlini baş barmağını tutanda görürsən ki, yenə dairənin içinə nöqtəli sahə düşür, çölünə ulduzlu sahə düşür. Bunu uşaqlar da deyəndə belə də deyirdi ki, əgər cəryanlı naqil saat əqrəb istiqamətində gedirsə, onda içəri ulduz olur. Saat əqrəbinin əksi istiqamətə gedəndə isə içəri nöqtə olur. Bunu qayda kimi yadınızda saxlaya bilərsiniz, amma istəsəz təbii ki, sağ əl qaydası ilə də təyin edə bilərik. Aha, indi isə amper qüvvəsindən danışırıq. Amper qüvvəsi maqnit sahəsi tərəfindən cəryanlı naqilə təsir edən qüvvədir. Bayaqki induksiya vektorunun ifadəsi B bərabər idi. Deməli, B bərabərdir F bölə IL-də, elə F amper qüvvəsidir. Yəni, buradan düsturu çıxarsam, onda F amper bərabərdir B, I, L sinus alfa şəklində təyin olunur. Bu olur bizim üçün amper qüvvəsinin düsturu. Onda amper qüvvəsi nəyə bərabərdir? Amper qüvvəsi induksiya vektoru, cəryan şiddəti və cəryan şiddətinin aktiv hissəsinin uzunluğu, həmçinin aktiv hissənin uzunluğu ilə induksiya arasında qalan bucağın sinusuna bərabərdir.
Yəni induksiya ilə naqil arasında qalan bucağın sinusuna bərabərdir. Aha, deməli burada biz nə etdik? İnduksiya vektoru, cəryan şiddəti, aktiv hissənin uzunluğu və induksiya ilə naqil arasında qalan bucağın sinusu hasilinə bərabərdir. İndi buradan belə bir nəticə çıxır ki, əgər mənim birinci hal bu şəkildə olacaq ki, əgər mənim bucağım 0 dərəcə olsa, biz bilirik ki, sinus 0 dərəcədə 0 qiymətini alır. Yəni onda burada gətirib 0 dərəcədə sinus alfa yenə 0 yazanda amper qüvvəsi 0 olacaq. Bu o deməkdir ki, əgər bizim induksiya vektorumuz bu istiqamətdə olarsa və onun içərisində də naqil bu istiqamətdə olarsa, fikir verirsinizsə, naqillə induksiya vektoru bir-birinə paraleldir. Yəni bucaq 0 dərəcə alınır, onda burada uşaqlar amper qüvvəsi yaranmayacaq. Yenə deyirəm, çünki sinus alfanın yerinə 0 yazacağıq. Amma ikinci halda sinus alfa daha doğrusu 90 dərəcə olanda biz bilirik ki, sinus 90 dərəcədə 1 qiymətini alır, yəni maksimal qiymət alır uşaqlar. Onda burada da amper qüvvəsi BIL olacaq və bu bizim üçün maksimal qiymət hesab olunacaq. Yenə deyirəm, bu necə olur? Məsələn, fərz edək ki, induksiya vektoru bu istiqamətdədir və burada cəryanlı naqil ona perpendikulyar, yəni 90 dərəcə şəklindədir. Onda burada artıq cəryanımız olacaq, cəryanın daha doğrusu amper qüvvəsi olacaq 90 dərəcə. Amper qüvvəsi isə sol əl qaydası ilə təyin olunur. İndi sol əl qaydası haqqında da danışacağıq. İndi burada sol əl qaydasından danışmamışdan əvvəl o da qeyd edək ki, amper qüvvəsi F amper həm cəryan induksiya vektoru ilə, həm aktiv hissənin uzunluğu ilə, həm də cəryan şiddəti ilə düsturdan gördüyümüz kimi düz mütənasib asılıdır. İndi isə sol əl qaydasından danışaq. Uşaqlar, bir şey yadınızda saxlayın ki, induksiya vektoru ilə amper qüvvəsinin təyin olmasında əsas fərq ondan ibarət ki, burada biz sol əlimizdən istifadə edirik. Yəni qaydaları düzgün tətbiq edib, amma sağ əl əvəzinə sol əl ya da sol əvəzinə sağ əldən istifadə etsəz, cavabı səhv alacaqsınız, istiqaməti səhv alacaqsınız. Ona görə diqqətli olun. Yəni induksiyanı tapırsansa sağ əldən istifadə edirsən, baş barmaq cəryan şiddəti, bükülmüş 4 barmaq induksiyanı göstərir, amma amper qüvvəsindən danışırsansa sol əlimizdən istifadə edəcəyik. Burada amper qüvvəsində baş barmaq artıq uşaqlar qüvvənin istiqamətini göstərəcək. Yəni baş barmaq nəyə göstərəcək? Amper qüvvəsinin istiqamətini göstərəcək. 4 barmağın istiqaməti uşaqlar bizim üçün burada 4 barmağın istiqaməti cəryan şiddətinin istiqaməti olacaq. Ovuca daxil olmalıdır. Ovuca daxil olur induksiya. Ovuca induksiya daxil olur. Ay müəllim, ovuca daxil olmaq nə deməkdir? Yəni baxın, ovucumuzun içərisinə induksiya daxil olmalıdır. Ya da belə tutmalıyam ki, olmalıdır. Məsələn, induksiyanı tutalım ki, bu şəkildə veribsə, sən əlini belə tutmalısan ki, o ovuca daxil olsun. Ox ovuca daxil olsun. İndi fərz edirəm ki, uşaqlar, bu mənim cəryanımın istiqamətidir. İ cəryanımın istiqaməti sağ tərəfə doğru olmuş olsun. Və fərz edirəm ki, bura ulduzlu sahədir. Fərz edirəm ki, ulduzlu sahədir. İndi uşaqlar bizə deyir ki, burada amper qüvvəsini tapın. Gəlin nə edəcəyik? Ona baxaq. Deməli burada cəryanın istiqaməti 4 barmağın istiqamətidir. Birinci sol əlimi götürürəm və cəryanın istiqaməti hansı tərəfədir? Soldan sağa. Onda 4 barmağımı soldan sağa qoyuram. Fikir verin, baxın 4 barmağın gedişatı soldan sağadır. İndi mən görürəm ki, uşaqlar bu necə sahədir? Bu induksiya vektorları ulduzdur. Ulduz nə idi? Bizdən şəkilə axır. Bizdən şəkilə axır. İndi bunun ovucuma daxil olması üçün nə etməliyəm? Əlimi açmalıyam da uşaqlar. Əlimi bu şəkildə açmalıyam ki, bizdən şəkilə doğru axan induksiya ovucuma daxil olsun. Əlim açıq qalacaq deməli və 4 barmağımı necə fırlayıram uşaqlar? İ'nin istiqamətində. 4 barmağımı da i'nin istiqamətində fırladım. Əlimi yuxarı niyə tutdum? Çünki induksiya bizdən şəkilə axır. Bizdə sanki yuxarıdan yağış damlası kimi damlayır. Ovucuma daxil olması üçün əlimi belə açmalıyam ki, ovucuma daxil olsun da. Vəssalam. Baş barmağım necə açıldı uşaqlar? 90 dərəcə açılmış baş barmaq yuxarı açıldı. Onda deməli burada amper qüvvəsi yuxarı istiqamətdə yönəlmiş olur. Vəssalam. Yəni amper qüvvəsini də bu şəkildə təyin edirik. İndi məsələn tutalım ki, mənim nöqtəli sahəm var. Nöqtəli sahəm var və cəryan şiddəti, məsələn deyirəm, yuxarı istiqamətdə yönəlmişdir. İndi uşaqlar, nöqtəli sahədə nə olur da? İnduksiya necə yönəlib uşaqlar? Nöqtəli sahədə induksiya şəkildən bizə gəlir. Baxın,
Elə sanki aşağıdan yuxarı bunun ovucuma daxil olması üçün nə etməliyəm? Baxın, o oradan gəlir, mən tez əlimi belə tutum ki, ovucumun içərisinə daxil olsun da. Şəkildən gəlib ovucuma daxil olsun. Ovucuma daxil olmağına oldu. İndi bəs 4 barmağımı necə tutacağım uşaqlar? Eynən cəryan kimi tutacağım. 4 barmağımı cəryan kimi tutdum. Açılmış baş barmaq hansı tərəf açıldı uşaqlar? Baxın, sağ tərəf açılmış oldu. Bu da elə bizim üçün amper qüvvəsinin istiqamətini göstərir. Yəni bu şəkildə sol əl qaydasından istifadə eləməklə məsələlərimizi həll eləyə bilərik. İndi burada da qeyd kimi bir şey qeyd etməliyik ki, məsələn, tutalım ki, biz bilirik ki, dəftər olsun, lövhə olsun, bunlar iki ölçülüdürlər. Yəni burada yuxarı istiqaməti göstərə bilirəm, aşağı istiqaməti, sola istiqaməti, sağa istiqaməti göstərə bilirəm. Amma istiqamət bizdən şəkil müstəvisinə doğru olanda, ya da şəkildən bizə doğru olanda biz onu iki ölçüdə göstərə bilmirik. Yəni tutalım ki, hündürlük formasını göstərmək istəyirəm. Sanki lövhənin bu hissəsindən bizə doğru qalxan bir cəryan var. Biz onu burada göstərə bilmirik. Çünki bu iki ölçülü bir şəkildir. Ya da tutalım ki, bizdən cəryana doğru, daha doğrusu bizdən lövhəyə doğru gedən bir cəryan var. Onu göstərə bilmirik. Çünki iki ölçülüdür. Burada da işarələrdən istifadə olunacaq. İşarələrimiz də bu şəkildə olunur ki, əgər biz işarəmizi x olaraq qəbul etsək, bu bizdən şəkil müstəvisinə doğru yönəlmə deməkdir. Bizdən şəkil müstəvisinə doğru. Yox, əgər nöqtə şəklində göstərilsə, yəni burada biz belə nöqtə şəklində qoysaq, bu şəkildə nöqtə şəklində olsa belə, bu isə şəkil müstəvisindən bizə doğru axan cəryan ya da axan induksiya vektoru hər nə olacaqsa, istiqamət mənasında nöqtə şəkildən bizə doğru gələn bir cəryanı, induksiyanı və s. göstərir. X isə bizdən şəkilə doğru gedən cəryanı, induksiyanı və s. göstərir. Bundan sonra biz burada iki qaydanı yadımıza saxlaya bilərik. Təbii ki, bunları sağ əl qaydası ilə də təyin edə bilərik. Amma sağ əl qaydası ilə təyin etməzdən əvvəl bu iki halı nəzərdən keçirə bilərik ki, onu yadımıza saxlayaq ki, əgər cəryan dairəvi bir şəkildədirsə və bunun içərisində bu şəkildə qoyulub nöqtə işarəsi qoyulubsa, bu o deməkdir ki, cəryan şəkildən bizə doğru axır. Onda burada induksiya vektorları saat əqrəbinin hər tərəfdən saat əqrəbinin əksi istiqamətdə yaranmış olacaq. Yəni burada induksiya vektorlarını bu şəkildə göstərəcəyik. Fikir verin, sürət kimi yönəlir çevrəyə toxunan istiqamətdə, amma hər tərəfdən nə olur? Saat əqrəbinin əksi istiqamətdə induksiya vektorları yönəlmiş olur. Yəni burada mənim cəryanım nöqtəli olsa, başqa sözlə şəkil müstəvisindən bizə doğru olsa, onda induksiya vektoru saat əqrəbinin getdiyi istiqamətin əksi istiqamətdə yaranacaq. Yox, əgər mənim dairəvi hissəmdə axan cəryan bizdən şəkil müstəvisinə doğrudursa, yəni başqa sözlə x şəklində qəbul edilibsə, yəni x göstərməklə bizdən şəklə doğru olduğunu demiş oluruq da, bu şəkildə cəryan axarsa, onda burada induksiya vektorunun istiqaməti saat əqrəb istiqamətində yönəlir. Yəni bu şəkildə gördüyümüz kimi hər tərəfdən saat əqrəbi necə hərəkət edirsə, induksiya vektorunun oxları da o istiqamətdə yönəlir. Yəni burada da bunları qeyd kimi yadımıza saxlaya bilərik. Yenə deyirəm, sağ əl qaydası ilə də təbii ki, bunu özümüz də təyin edə bilərik, amma bir dəfəlik yadımıza saxlaya bilərik ki, saat əqrəb istiqamətində gedirsə, cəryan bizdən şəkilə doğrudur. Saat əqrəbinin əksinə gedirsə, cəryan şəkil müstəvisindən bizə doğrudur. Aha, sonra burada superpozisiya prinsipi var. Superpozisiya prinsipi odur ki, maqnit sahəsində bir neçə cəryanlı naqil olsa, yəni burada maqnit sahəsi bir neçə cəryanlı naqil tərəfindən yaransa, bilirik ki, hər birinin maqnit induksiyası var. Onda burada yekun sahəsinin induksiyasını tapmaq üçün vektoru ümumiyyətlə, naqillərin yaratdığı sahələrin induksiya vektorlarının həndəsi cəminə bərabər olacaq. Yəni, belə çıxır ki, əgər maqnit sahəsi birdən çox cəryanlı naqil tərəfindən yaranarsa, burada ən axırda yekun yaranan maqnit sahəsinin induksiya vektoru ayrı-ayrılıqda yaranan induksiya vektorlarının həndəsi cəminə bərabər olacaq. Yəni, B yekun, yekunda induksiya bərabər olacaq B1 üstə gələk, B2 üstə gələk. Yəni, burada artıq davam edirik.
nəhayət neçə dənədirsə, hamısının yenə deyirəm uşaqlar həndəsi cəminə bərabər olacaq. İndi gəlin biz burada bir dənə nümunəyə baxaq. Bu topluluqlarda vəsait çoxdur deyə istəyirəm ki, bu nümunəyə baxaq. Baxın, tutalım ki, fərz edirəm ki, mənim 2 dənə cəryanlı naqilim var. Baxın, diqqətlə baxın, 2 dənə cəryanlı naqilim var. Cəryanlı naqillərdən biri şəkil müstəvisindən bizə doğrudur. Biri bizdən şəkil müstəvisinə doğrudur. Məsələn, fərz edirəm ki, burada cəryan x-dır. Yəni, cəryan necə axır? Bizdən şəkilə doğru. Fərz edirəm ki, burada da cəryan nöqtədir. Yəni, cəryan necə axır? Şəkildən bizə doğru. İndi mən deyirəm ki, yekun sahəsinin intensivliyinin istiqamətini tapın. Onda uşaqlar o dəqiqə nə etməlisiniz? Mən öz-özümə nə fikirləşirəm? Bu axan cəryanlı naqilin ətrafına nə yaranacaq? Mütləq şəkildə maqnit sahəsi. Onun ətrafında yaranan maqnit sahəsini çəkirəm. Bir yandan da fikirləşirəm ki, axı bu cəryanlı naqilin də ətrafında maqnit sahəsi yaranacaq. Onda onun da maqnit sahəsini çəkirəm. Bax, onun da ətrafında yaranan maqnit sahəsini çəkirəm. Yaxşımı? İndi biz fərz edək ki, məsələn, burada A nöqtəsi verilib və bizə deyilir ki, bu A nöqtəsində yekun sahənin induksiyasının vektorunu təyin edin. Nə etməliyəm? Mən bilirəm ki, X-da cəryan necə, induksiya vektoru necə irəlilirdi? Saat əqrəb istiqamətində. Yəni, bax, bu dairənin saat əqrəb istiqamətində gəlirik, nöqtəyə çatanda düz xətt çəkirik. Sanki çevrədə sürəti tapırmış kimi. Yəni, burada onda belə çıxır ki, gəlin x-i gö ilə işarələyək. Onda belə çıxır ki, x-in saat əqrəb istiqamətində gətirirəm, nöqtəyə çatanda toxunan şəkildə çıxıram. Yəni, onda belə çıxır ki, bunun induksiya vektoru bax bu istiqamətdə alınacaq. Bu olur B induksiya vektoru birinci x üçün. İndi isə nöqtəli sahəni nəzərdən keçirək. Nöqtəli sahədə də biz nə demişdik? Saat əqrəb istiqamətinə getmirdik. Saat əqrəbinin əksi istiqamətdə gedirdik. Yəni, onda burada da çevrənin saat əqrəbinin əksinə gəlirik, nöqtəyə çatanda toxunub çıxırıq kənara. Yəni, eynən uşaqlar çevrədə sürəti tapmaq kimi. Yəni, bu şəkildə olur. Bu da nöqtəli sahənin induksiya vektorunun istiqaməti olur. Onda burada yekun sahənin induksiya vektoru nə olacaq? Paralleloqram qaydası ilə getsəm, ümumiyyətlə bilirik ki, vektorların ortasından çıxır da yekun sahənin intensivliyi. Onda bu olur bizim yekun sahənin intensivliyinin istiqaməti. B yekun. Yəni, biri sağa meyilli oldu, biri sola meyilli oldu. Onda onlardan çıxan yekun təbii ki, ortadan çıxacaq. Yəni, sanki əvəzləyici qüvvəni tapırmış kimidir. Amma hər birinin istiqamətini bilməlisən ki, axırda yekun sahənin istiqamətini təyin edə bilək. Aha, sonra gəlin burada başqa bir məsələyə baxaq. Əvəzləyici qüvvə necə tapılır? Gəlin burada ona baxaq. Baxın, fərz edirəm ki, mənim burada 3 dənə yenə də cəryanlı axan naqilim var. Baxın, cəryanlı naqillərin biri olsun nöqtəli. Yəni 3 dənə cəryanlı naqili gəlin çəkək. 3 dənə cəryanlı naqilim var, düzdürmü? İndi mən fərz edirəm ki, bunlardan biri nöqtəli olsun, biri ulduz olsun, bu da ulduz olsun məsələn. Nə bilim, nöqtə olsun, fərqi yoxdur. İndi mən deyirəm ki, bax, 3 dənə cəryanlı naqilim var. Bu I1 olsun, bu I2 olsun, bu da I3 olsun. Deyirəm ki, əvəzləyici qüvvənin istiqamətini tapın. Gəlin tapaq uşaqlar. Baxın, birinci baxıram ki, I1 ilə I3 nədir? İkisi də nöqtəlidir. Yəni, başqa sözlə, ikisi də necə yönəlib? Şəkil müstəvisindən bizə doğru. Onda bunların bir-birini istiqamətləri nə olacaq uşaqlar? Eyni istiqamət olacaq. Yəni, sanki bir-birlərini cəzb edirlərmiş kimi düşünün. Onda burada I3-də yaranan yekun sahənin induksiya əvəzləyici bu istiqamətdə yönələcək. Yəni, buradan hətta qırıq-qırıq xətlərlə də göstərə bilərəm. Amma digər tərəfdən görürəm ki, I3 ilə I2 əks istiqamətli cəryanlardır. Yəni, I2 cəryanı bizdən şəkil müstəvisinə doğru axır. I3 isə şəkildən bizə doğru axır. Ona görə də burada əvəzləyici olaraq I2, I3-ü sanki itələyəcək bu istiqamətdə. Aydın oldu mu? Sanki itələyəcək. Vəssalam, onda burada əvəzləyici qüvvə necə çıxacaq? Yenə də uşaqlar, baxın, biri o tərəfə, biri bu tərəfə. Onda bunların ortasından çıxan, baxın, bu istiqamətdə bu olacaq bizim əvəzləyici qüvvəmiz. Yəni, buradan belə bir qayda çıxır ki, əgər siz görsəz ki, cəryanlı naqillər eyni istiqamətdə axır, bunu da buradan radial istiqamətdə çəkim. Əgər görsəz ki, cəryanlı naqillər eyni istiqamətdə axır, onda sanki onları cəzb edilmiş kimi düşünün. Yox, əgər görsəz ki, cəryanlı naqillər əks istiqamətdə axır, onda onları itələnirmiş kimi düşünün və o istiqamətləri çəkdikdən sonra da əvəzləyici qüvvəni rahatçılıqla təyin edə biləcəksiniz. Bu yenə deyirəm, bu birinci induksiya vektorunun istiqamətidir. Bu isə əvəzləyici qüvvənin təyin edilməsi yoludur.
Aha, indi isə gəlin biraz maqnitlərdən danışaq. Ümumiyyətlə sabit maqnit nədir? Uzun müddət maqnit xassəsini saxlayan maqnitlərdir. Maqnitlərin iki qütbü olur uşaqlar. Biri şimal qütbü və cənub qütbü. Eyni adlı qütblər, yəni şimal-şimal ya da cənub-cənub olan qütblər bilir ki, bir-birini dəf edir. Müxtəlif şarlı yüklər isə, daha doğrusu müxtəlif qütblü yüklər isə bir-birini cəzb edir. Bunu onsuz da bilirik də. Şimal-cənub maqnit qütblərini qoyduqda onlar bir-birini cəzb edirlər. İndi maqnitlərin maqnit təsirinin daha güclü olan yerləri maqnitin qütbləri hesab olunur. Və bir şey yadınızda saxlayın ki, maqnit qüvvə xətləri şimaldan cənuba doğru yönəlir. Yaxşımı? Hər zaman şimaldan cənuba doğru yönəlir. İndi gəlin bir neçə maqnit çəkək. Aha, çəkilərə diqqətlə baxsaq, burada asanlıqla görərik ki, burada gördüyümüz kimi S cənub qütbüdür, düzdürmü? N də north şimal qütbü deməkdir də. Yəni burada biz asanlıqla görürük ki, cənubdan cəryana daxil olur, şimaldan isə çıxır. Yəni maqnit xətləri qeyd etdiyimiz kimi şimal qütbündən çıxaraq cənub qütbünə daxil olur. Yəni hər zaman belə deyək də maqnit qüvvə xətlərini bu istiqamətdə göstərəcəyik. Məsələn, fərz edək ki, birinci halda induksiya vektoru bu istiqamətdə olub. Biz onda o dəqiqə fərz etməliyik ki, induksiya vektorunun başladığı yer bizim üçün şimal qütbünü ifadə edəcək, bitdiyi yer isə cənub qütbünü, yəni daha doğrusu daxil olduğu yer isə cənub qütbünü ifadə edəcək. Ümumiyyətlə yadınızda saxlayın ki, maqnit sahəsi burulğanlı bir sahədir. Yəni onun nə başlanğıcı, nə də sonu yoxdur. Amma yenə deyirəm, şimaldan başlayaraq cənub tərəfə doğru dairəvi bir şəkildə hərəkət edir. İndi fərz etsək ki, biz bunun içərisinə bir maqnit yerləşdirmişik, onda bu maqnitin necə bir forma alacağına baxaq. Təbii ki, o maqnit bu şəkildə yaranacaq və əlbəttə ki, maqnitin dönmə şəkli bu şəkildə olacaq ki, hansı tərəfdə ki, biz daha doğrusu şimal qütbünü görürüksə, həmin tərəfdə maqnitin cənub qütbü alınacaq. Hansı tərəfdə ki, maqnitin cənub qütbünü görürüksə, həmin tərəfdə də maqnitin şimal qütbü alınacaq. Yəni sanki müsbətin mənfini, mənfinin müsbəti cəzb etməsi kimi burada da müxtəlif işarəli qütblər bir-birini cəzb edir. Yəni şimal tərəfə cənub, cənub tərəfə isə şimal qütbü yerləşmiş olur. Başqa bir hal da nəzərdən keçirək tam aydın olması üçün. Məsələn, fərz edirəm ki, maqnit induksiya vektorları bu istiqamətdə yuxarıdan aşağıya doğru yönəlmişdir. O dəqiqə yenə bilməliyəm ki, başladığı yer yuxarıdır. Yəni bura bizim üçün şimal qütbünü ifadə edəcək, aşağı isə cənub qütbünü ifadə edəcək. Onda avtomatik bizim bura gətirdiyimiz belə deyək də maqnit bu şəkildə bir forma almış olacaq və yenə də maqnitin yuxarı hissəsi daha doğrusu şimal olduğuna görə orada maqnitin cənub qütbü olacaq, aşağı isə cənub olduğuna görə də orada maqnitin şimal qütbü istiqamət almış olacaq. Daha sonra biz danışa bilərik maqnit nüfuzluluğundan. Maqnit nüfuzluluğu nədir? Ümumiyyətlə yadda saxlayın ki, elektromaqnit içərisində dəmir istiliyi olan sarğacdır. Yəni maqnit nüfuzluğu da mühitin maqnit sahəsini xarakterizə edir. Yəni mühitin daxilindəki başqa sözlə içlikli sarğacın induksiyasının içliksiz sarğacın induksiyasından neçə dəfə çox olduğunu göstərir. Yəni burada maqnit nüfuzluluğu mu hərfi ilə işarələnəcək. Ümumiyyətlə yadımıza gəlin belə bir şey saxlayaq ki, burada B0 ifadəsi içliksiz sarğacı göstərir. Yəni bu şəkildə. Baxın, içliksiz sarğacın induksiyası sarğacdır. Sadəcə bir sarğacdır. Onun təbii ki, B0 induksiyası var. Bir də var B. Yəni mən gətirib bu sarğacın içərisinə içlik əlavə etdikdə, maqnit nüfuzluluğu mu olan bir içlik əlavə etdikdə onun nüfuzluluğu artır. Baxın, fərz edin ki, həmin sarğacdır, amma bu səfər gətirib sarğacın içərisinə maqnit nüfuzluğu mu olan içlik daxil etmişəm. Onda deməli burada bizim içlikli sarğacın induksiyası bərabər olacaq maqnit nüfuzluluğu nə qədərdirsə mu maqnit nüfuzluluğuna və onu da içliksiz sarğacın induksiyasına vurmalıyıq ki, burada ümumi induksiyanı tapa bilək. Bir yadınızda dielektrik nüfuzluluğu var idi. Orada dielektrik daxil etdikdə əksinə intensivliyi azalırdı. Yəni bizim intensivliyimiz bərabər olurdu. Nəyə? Vakuumdakından dielektrik qədər az olurdu. Amma burada isə əksinədir. Yəni dielektrik maqnit nüfuzluluğu maqniti artıran səbəbdir. İnduksiyası, maqnitin induksiyasını artıran səbəbdir. Ona görə bu şəkildə olur. Yəni buradan maqnit nüfuzluluğunu da tapsaq, mu bərabərdir B bölək B0 ifadəsini almış oluruq. Yəni onu hətta bunun yanında da yaza bilərik. Yəni buradan alındığına
görə buradan alırıq ki, maqnit nüfuzluluğu bərabərdir B bölək B0 şəklində baxa bilərik. İndi yadınızda bir şey saxlayın ki, maqnit xassəsinə görə maddələr 3 qrupa bölünür. Birinci maddələrimiz olur diamaqnitlər. Diamaqnitlər nədir? Diamaqnitlərdə maddə xarici maqnit sahəsinə gətirildikdə yaranan daxili maqnit sahəsi xarici sahənin əksinə yönələcək. Və burada əksinə yönəldiyinə görə də onu zəiflətmiş olacaq. Yəni xarici sahəni zəiflətmiş olacaq. Burada yadınızda bir şey saxlayın ki, mu sıfırdan kiçik, daha doğrusu üzr istəyirəm, 1-dən kiçik olur. Yəni maqnit nüfuzluluğu 1-dən kiçik olur. Məsələn, şüşə, civə, sink, su diamaqnitlərə misal ola bilər. Daha sonra ikinci var, burada göstərə bilərik paramaqnitləri. Paramaqnitlərdə isə daxili maqnit sahəsi xarici sahə ilə eyni olur və onlar bir-birini çox-çox dəfələrlə gücləndirmirlər, amma müəyyən qədər gücləndirirlər. Yəni çox-çox böyük bir gücləndirmə baş verməsə də müəyyən qədər gücləndirirlər. Burada da mu 1-dən böyük qiymətləri almış olur. Buna da oksigen, qələvi, torpaq metallar və s. aiddir. Bir də üçüncü var ferromaqnitlər. Uşaqlar, ferromaqnitlərdə paramaqnitlərdən qarışdırmayın. Ferromaqnitlərdə, paramaqnitlərdə daxili maqnit sahəsi xarici sahə ilə eyni olur və gücləndirir. Amma ferromaqnitlər dəfələrlə gücləndirir uşaqlar. Ona görə də burada mu 1-dən çox-çox böyük qiymət alır. Yəni fərqi bundan ibarət. Məsələn, dəmir, nikel, kobalt, yəni sırf cərəyan yaşı keçirən metallar bura aiddir. Ümumiyyətlə hər bir ferromaqnitə xas olan bir dənə temperatur var. Həmin temperaturdan yuxarı temperaturlarda da ferromaqnit öz xassəsini itirir. Yəni aşağı düşür. Bu temperaturda bizim üçün Curie temperaturu adlanır. Curie temperaturu nədir uşaqlar? Ferromaqnitin maqnit xassəsinin yox olduğu temperaturdur. Yəni sən ferromaqniti o qədər qızdırırsan, ona o qədər temperatur verirsən ki, o öz maqnitliyin itirir, maqnit xassəsini itirir. Həmin temperaturda bizim üçün nə olacaq uşaqlar? Yenə qeyd etdiyim kimi həmin temperatur adlanacaq Curie temperaturu. Bu yenə deyirəm sırf deməli temperaturu bu sırf ferromaqnitlər üçün nəzərdə tutulmuşdur. Ümumiyyətlə başqa sözlə burada deyə bilər ki, diamaqnit və paramaqnitlərdə mu xarici maqnit sahəsinin induksiyasına asılı olmur. Xarici sahə yox olduqda da daxili sahə də yox olmuş olur. Bu şəkildə bunları da qeydiyyatımız şəklində götürməliyik. Bir də uşaqlar bir şey qeyd edək ki, ferritlər adlanan maddələr də var. Onları da biz mütləq qeydiyyatımıza götürək. Yəni hardasa qarşımıza birdən çıxa bilər ferritlər. Uşaqlar, ferritlər nədir? Ferromaqnitlərdir. Sadəcə elektrik keçirməyən ferromaqnit maddələrdir. Yaxşımı? Bu da yadımızda saxlayaq ki, yadımızdan, yəni ola bilər hardasa qarşımıza çıxar, yəni heç bilmirmiş kimi olmayaq.